Deməli, növbəti sualımız belə bir sualdır. Rombun tərəflərindən keçən müstəvi rombumuzu seçək. Rombun tərəflərindən keçən müstəvi qarşıdakı tərəfdən 12 sm məsafədədir. Bu olsun bizim müstəvimiz. ABCD də bizim rombumuzdur. Rombu yadımıza salaq, bütün tərəflər bərabər idi. Müstəvi qarşıdakı tərəfdən 12 sm məsafədədir. Baxın, bu tərəfdən 12 sm məsafədədir müstəvimiz. Yəni CK neçə santimetrdir? 12. Rombun diaqonallarının proyeksiyaları. Bilirik ki, rombun diaqonalının hər birincisini seçək. AC diaqonalı. Rombun böyük diaqonalı budur. Böyük diaqonalın proyeksiyası da böyük olur. Böyük mailin proyeksiyası da böyükdür. Proyeksiyalarından biri deyir 18'dir. Proyeksiyası kölgəsidir. Bizim hündürlüyümüz var. Mailin proyeksiyasını necə tapırdıq? Kölgəsi idi də, düzdürmü? Hündürlüyümüz var, məsafəmiz var, perpendikulyarımız var. Deməli, arka olur bizim proyeksiyamız. Uzunluğu nə qədərdir? 18. Onda rombun bu AC diaqonalına D1 desəm, yaza bilərəmmi? D1'in kvadratı bərabərdir 18'in kvadratı üstəcəl 12'nin kvadratı. 324 üstəcəl 144 alınar. Deməli, 468. D1'in kvadratı 468. İndi digər diaqonalımızın proyeksiyası da 8-dir. Bax, o birisi diaqonal proyeksiyası. İndi yeni nə edəcəm? Digər diaqonalı çəkirəm. Bu diaqonalın proyeksiyası da yenə məsafə 12'dir. Müstəviyə qədər məsafə 12'dir. Bu diaqonalın proyeksiyası da gəlib düşəcək bax bura. Bu diaqonalda D2 yazaq. D2 yazaq. Məsafəmiz də nə qədərdir? Deməli, 12'dir. 12 burada üzr istəyirəm. Və bizim proyeksiyamız da nə qədərdir? Diaqonalımız burada 8. Onda yazaram mı? D2'nin kvadratı bərabərdir 12'nin kvadratı üstəgəl 8'in kvadratı. Bu da 144 üstəgəl 64. Olar 208. İndi məndən rombun perimetrini istədi. Perimetr üçün də rombun tərəfləri lazımdır. Rombun tərəflərində hamısı eynidir. Yəni perimetrimiz 4A'dır. Bəs A hardadır? Bax, rombun diaqonalları əlimdə varsa, bilirəm ki, rombun diaqonallarının tərəfin əlaqəli düsturu var. Nədir o düsturumuz? D1'in kvadratı üstəgəl D2'nin kvadratı bərabər 4A kvadratı düsturu var. D1'in kvadratı 468'dir. D2'nin kvadratı 208'dir. Bərabər 4A kvadratına. 8, 8, 16 bir yadda. Deməli 676 bərabər 4A kvadratına olur. A kvadratı bərabərdir 26. Buradan çıxır 2, buradan çıxır 26'dan 2'ye böləndə 13. A'mız olur 13. Tərəfimiz 13'dürsə, onda perimetrimizdə 4 vur 13 alınacaq 52 Y variantı. Davam edelim növbəti sualımızda. Deyir ki, hipotenuz 20 cm, katetlərindən biri 16 cm olan düz uzaq üst uzaq hipotenuzla müstəvi keçirilibsə, onda biz hipotenuzu yaxşı olar ki, aşağı çəkək, aşağıda yerləşdirək. Hipotenuzundan keçən müstəvi, deməli hipotenuzumuz 20'dir. Hipotenuzumuz 20'dir. Katetlərindən biri 16'dırsa, digər katetimiz Pifagor teoreminə görə 20'nin kvadratı bərabər 16'nın kvadratı üstəcək x-in kvadratı 4 çıxır 256 144 o da olacaq 12. Digər katetimiz də 12'dir. Deyir ki, hipotenuzundan üst uzaq müstəvisə 60 dərəcə bucaq əmələ gətirən müstəvi çəkilmişdir. İndi bu deməli hipotenuzdan keçən müstəvi üst uzaq müstəvisinə 60 dərəcə bucaq əmələ gətirir. Biz də bilirik ki, iki müstəvi arasında qurtulun qalan bucağı göstərmək üçün əvvəlcə biz həmin bu müstəviyə perpendikulyarımızı çəkirik və digər yandan da üçbucağımızın müstəvisində perpendikulyarını çəkirik. İndi mənə deyir ki, düz bucaq təpəsindən müstəviyə qədər məsafə. Burada o hissə düşmür, müstəviyə qədər məsafəni istəyir düz bucaq təpəsindən. Yəni bax buranı istəyir x-i. İndi mən buranı birləşdirsəm, bura 90 dərəcə olur mu? Müstəviyə qədər məsafə daxil. Neçə dərəcəli bucaq əmələ gətirir? 60 dərəcə. O 60 dərəcə haradır? Baxın, mən hər iki müstəvinin perpendikulyarını çəkəndən sonra 60 dərəcə buradadır. 60 dərəcəli bucaq əmələ gətirir deyir. Deməli, indi bu üçbucağımızın hündürlüyünü mən hardan tapa bilərəm? Katet var, hipotenuz var. H bərabərdir A vur B böl C düsturundan 16 vur 12 böl 20 bərabər alaram mı? 4,8. Bir dəqiqə. 2 xərcində 6, 9,6 daha doğrusu. 9,6 alaram mı H? H 9,6'dırsa, bura 60, bura 90. Onda yuxarı təpədəki bucaq 30 dərəcə olurmu? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Yəni 9,6'nın yarısı 4,8. 60 dərəcəli bucaq qarşısındakı katet digər katetin kökdüyü üçün isə 4,8. Kökdüyü olur bizim həmin düz bucaq təpəsinə müstəviyə qədər məsafəmiz. Əlbəttə ki, bunu 5'də 24'də kökdüyü verə bilər. Yəni onluq kəsrə cavabı verə bilər. Variantlar yoxdur. Bu sualımızdan davam edək. İfadənin qiymətini istəyir. Baxın, mən əvvəlcə bu kök haqqında bir danışmaq istəyirəm. Bu tip köklərin cavabını necə hesablayırıq? Bu tip köklərin cavabını hesablamaq üçün, baxın, yadda qalsın nə? A çıxılsın, 2 kök haqqında 5 şəklinə salandan sonra bu şəklə salmalıyıq mütləq şəkildə. Burada 6'dır. Deməli mən burada 2 saxlamalıyam. Onda belə çıxır ki, mən burada 2 saxlamaq üçün 3'ü gərək kökün altına salam. 2'ni saxladım. 3'ü kökün altına salanda kökdə 9 eləyir. Onu da kökdə 5'ə vuranda kökdə 45 oldu. Aha, bu şəklə gəldi. Sonra nə olur? Elə ədədlər var ki, emin ədədləri var ki, cəmləyəndə verməlidir bizə A-nı, vuranda bizə verməlidir B-ni. Onda əgər elə bir emin ədədlər tapsam, onda bu mənə verəcək, bax bu ifadə mənə verəcək, kökdə M üstəcəl kökdə N-in kvadratını, 1 üstü 1 kvadratını, minus minusun kvadratını, yəni çıxmanın kvadratını verəcək. İndi gəlin baxaq görək, hansı ədədlərdir ki, vuranda 45 eləsin, toplayanda 14 eləsin. 9 ilə 5. Deməli, bu bizdə kökdə 9 çıx, kökdə 5'in nə idi? Kvadratıdır. Bilirik ki, kvadratla kök gedir. Buradan həmişə müsbət cavab çıxmalıdır. Düz dərəcədən kökün cavabına, yəni kvadrat kökün cavabı. Kökdə 9 çıx kökdə 5 də müsbət ədəd deyil. Kökdə 9 çıx kökdə 5 olur bunun cavabı. Yəni kökdə 9-dan 3 çıx 3 çıx kökdə 5 oldu. Bax bu kökün cavabı 3 çıx kökdə 5'dir. Deməli, bunun cavabı 3 çıx kökdə 5'dir. Bu da eyni şeydir, sadəcə toplamasıdır. Deməli, bu da toplamadır. 3 plus kökdə 5. Kökdə 5'lər gedir. Alıram loqaritma. 36 əsasdan 3'ün üstünə 3 gələndə nə alınır? 6. Bilirik ki, 36 6'nın kvadratıdır. Əsasdakı qüvvət qarşıya tərsinə keçir. 2'nin tərsi 2'də 1 keçir. 6 əsasdan 6'da mənə verir 1. Cavab oldu 2'də 1. Yəni 0,5 C variantı. 10-cu sualımıza baxaq. Konusu ünvan səthinin açılışı verilib. Deməli bir konusumuz var əlimizdə. L. Oturacağın radiusuna R deyək. Konus açılıb. Bu şəkildə dairə sektoru alıb. 120 dərəcə 6. Deyir ki, konusun həcmini tap. Konusun həcmi üstə 1 S oturacaq. Oturacaq da dairə olduğuna görə pi kvadratı H-dır. H-da buradır. Yaxşı. Konus açılanda nə baş verirdi? Konus açılanda L gəlib belə yerində qalırdı. Deməli mənim doğrularım burada 6'dır. Yaxşı. Bəs indi bu konus açılan zaman nə baş verirdi? Onu yadınıza salaq. Konus açılan zaman bu çevrə açılırdı, qövs yaradırdı. Yəni bu çevrənin uzunluğu 2πr bərabər idi bu qövsün uzunluğuna. Yəni 2πr elimiz nədir burada? 6'dır. Yəni 2π vurulsun 6 bölünsün 360 dərəcə vurulsun alfa 120 dərəcə.
Deməli, burada bizim əsas qaydamız odur ki, qövsün uzunluğu bərabər olmalıdır çevrənin uzunluğuna. 2 pilər hər tərəfdən ixtisar gedər. 6 ilə 360 gedər, 60 qalar. 60 bərabərdir 120 dərəcəyə. Də bərabər olar, bir dəqiqə. 60 dərəcə bərabər 120 dərəcəyə. De olar 2. 120-ni 60-a böləndə. Radiusumuz 2 oldu mu? Radiusa da gəlirik yazırıq ki, burada 6 idi mi? Hündürlüyü tapa bilərikmi? H-in kvadratı bərabərdir 6-nın kvadratı çıxı 2-nin kvadratı. Pifaqor teoremi də sadəcə 36-dan 4 çıxanda 32. H da bərabər olur, kökdə 32. Yəni 4 kökdə 2. Bəs mənə nə lazımdır? Konusun həcmi lazımdır. Konusun həcmi 3/1 pi, e-nin kvadratı 2-nin kvadratı 4. H da nədir? 4 kökdə 2. İndi bizdə burada alınacaq 3 də 16 kökdə. H-ımız bizim deməli 16 kökdə 2 pi. Oldu cavabımız D variantı. Bu şəkildə.